Dırnaq yemə, saç yolma, dodaq və yanaq içini dişləmə, diş qıcama, paltar və əşyaları çeynəmə. Uşaqlarda tez-tez rast gəlinən bu davranışlar bir çox valideyn tərəfindən pis vərdiş kimi qiymətləndirilir. Elə sorğu apardığımız şəxslər də övladlarında bu kimi davranışları müşahidə etdiklərini deyirlər. Mütəxəssislər isə deyirlər ki, bu hərəkətlər əksər hallarda uşağın daxili dünyasından gələn siqnallardır. Psixoloq İlahə Aslanovanın sözlərinə görə, uşaqlar darıxanda, nədənsə incidikləri zaman, stressdə olanda gərginliklərini bu cür ifadə edirlər. Əgər uşaq evdə və ya məktəbdə hər hansı bir dəyişikliklə üzləşibsə, ailə daxili münaqişələr varsa, qorxuları, narahatlığı, eyni zamanda özünə inamının zəif olması səbəbləri varsa, burada uşaqlar çox zaman sözlə deyil də özlərini bədən dili ilə ifadə edirlər. Daha sonrasında narahatlıqlar və gərginlik hallarında olur. Yəni dodaq dişləmədir, barmaq yeməkdir, saçları ilə oynamaqdır. Bunlar çox zaman yüngül anksiyete əlamətləri kimi görsənir. Çox zaman bəzi uşaqlarda bu sıx görülür. Onlar ağız və toxunma yolu ilə özlərini daha çox relaksasiya edirlər. İlahə Aslanova deyir ki, valideynlər bunun həll yolunu axtarmazdan öncə səbəblərini araşdırmalıdırlar. Sərt şəkildə və utandıraraq cəzalandırma üsulu ilə həll etmək mümkün deyil. Psixoloq Könül Həsənova isə bildirir ki, bu vərdişlər psixoloji problemdir və müddətinə görə ağırlıq dərəcəsi də müəyyənləşdirilir. Saç yolma halları olur, dərini didmə halları olur, dərini hətta o dərəcədə qanatma səviyyəsində, dırnaqları özünə zərər vuracaq qədər yeyəcək səviyyəyə gətirib çıxardırlar. Valideyn nə etməlidir və valideyn nə etməməlidir? Etməməli olduğu əsas nüanslardan biri ayıplamamaq, qadağa qoymaq, aşırı hər dəfə etmə deməmək. Daha çox uşağın loru dildə desə başını qatmalıdır, məşğuliyyətlər verməlidir ki, diqqətini yayındırsın. Müsahibimizin fikrincə, bu vərdişlər uşağın özünə zərər vurma səviyyəsinə gəlirsə, mütləq şəkildə mütəxəssisə üst tutmaq lazımdır. Vaxtında görülən tədbirlər daha effektiv olur. İlham Əkəliyeva, Səbuhi Mustafayev, Xəbər Ertəsi.